müğənnimiz var, hansı ki o da Azərbaycan Ulusu layihəsinə qoşulub. Valih Bəlizadə. Alqışlayaq Valih bəyi. Sığınmışıq qucağına, mişik ocağına, gözəl kəndimiz. Sığınmışıq qucağına, mişik ocağına, gözəl kəndimiz. Gözəlsən, gözəl kəndimiz. Dağların gizlənir, dumanda təndə. Baharın ən gözəl çağları səndə. Şad olur ürəyim, gələndə kəndə. Hər vəsil gözəlsən, gözəl kəndimiz. Lara gördüm, çəmənində, üzündə. Xəyalların cənnət oldu gözümdə. Lara gördüm, çəmənində, düzündə. Xəyalların cənnət oldu gözümdə. Gözəli var kəndimizin özündə. Hər fəsil gözəlsən, gözəl kəndimiz. Gözəli var kəndimizin özündə. Hər fəsil gözəlsən, gözəl kəndimiz. Sığınmışıq qucağına, mişik ocağına, gözəl kəndimiz. Sığınmışıq qucağına, mişik ocağına, gözəl kəndimiz. İşlerin torpağın, müqəddəsdir hər bir evin ocağı. Kapı üçün dolmaz olub qucağın. Yiğitlər məskəni, gözəl kəndimiz. Neçə yiğit yetişdirir torpağın, müqəddəsdir hər bir evin ocağı. Kapı üçün dolmaz olub qucağın. Yiğitlər məskəni, gözəl kəndimiz. Gözəl kəndimiz. Gözəli var kəndimizin özündə. Hər fəsil gözəlsən, gözəl kəndimiz. Sığınmışıq qucağına, mişik ocağına, 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 gözəl kəndimiz. Teşekkür ederim. Valih Bəlizadə. Minnətdaram. Hoş gördük. Çok sağ olun. Rahip ben. Layihənizi təbrik edirəm. Axarlı olsun inşallah. Və Rəvan müəlliməni ilk televiziyada Rəvan müəllim çıxardıb xalqa təqdim edib. Çox sağ olun. Və Asif müəllim, Rəhidə xanım və digər həmkarlarım, Səlim qardaşımız, hamısı burada görürəm ki, ustadlardır burada. Biraz söz deməyə, biraz çəkinirəm ustadların yanında. Çəkinmirəm, yəni onlardan öyrənirəm nəsə. Allah sizləri qorusun və şairlər, Azərbaycan musiqisi nə qədər zəngin olsa da, bu şairlər üçün, şairələr üçün olmasa, bizim oxumağımızda heç nəyimiz olmaz. Yəni Allah onları qorusun və digər sənət sahibləri, millət vəkilləri, hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə
Ramazan bayramı münasibətli hamınızı təbrik edirəm. Süfrələriniz bol olsun, tutulan oruclarınız qəbul olsun. Kimin nə xoş niyyəti var, bütün niyyətləri Allah qəbul eyləsin. İnşallah daha da hər şey gözəl olacaq və axarlı olacaq. Teşekkür ederim. Mükafatımızı devam edelim ve Fatih'e fotoğraf çektirerek. Yaşayır, amma vətənlə həmişə ürəyi döyünür və onun mahnıları bir çox müğənnilər də oxuyur. Kamil Cəlləbatlı, Allah onlara can sağlığı versin, mahnını mənə verib oxumağa. Bari vaxtımız azdır, bak gözleyenler var.